Rusiyanın Yekaterinburg şəhərində iyunun 27-sində hüquq mühafizə orqanlarının Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində iştirak etdiyi ehtimal edilən polislərin fotoları dərc edilib. Bu barədə Evacuation Telegram kanalı məlumat yayıb. Qeyd olunur ki, həmin polis zabitləri Viktor Pozinyak, Nikolay Paçayevets, Rafael Xamidulin və Aleksandr Smirnikdir. Məhz bu şəxslərin ölüm nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri və buna görə məsuliyyət daşıdıqları qeyd olunur. Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburgda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı 2 nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseyninin qardaşları Hüseyn və Ziyəddin olduğu bildirilir. Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.